Ciddi demoqrafik işçi problemləri yaşayan Rusiya, digər tərəfdən də miqrantlarla bağlı qaydaları az qala hər gün biraz daha da sərtləşdirir. Rusiya prezidenti Vladimir Putin əmək miqrantları və onların ailə üzvləri üçün yeni tələblə müəyyən eləyən qanunu imzalayıb. Yeni qaydalara görə əcnəbi işçi özünü və ailə üzvlərini yaşayış minimumundan az olmayan gəlirlə təmin etməlidir. Miqrantın gəliri müəyyən edilmiş səviyyədən aşağı olarsa, onun əmək potensialının və ya iş icazəsinin müddətinin uzadılmasından imtina edilə bilər. Bu təqdirdə isə ailənin Rusiyada qalması üçün başqa qanuni əsas yoxdursa, onlar 15 gün ərzində ölkəni tərk etməli olacaqlar. Bildiyimiz kimi Rusiyada yüz minlərlə soydaşımız yaşayır. Bəs bu qanun onlar üçün problem yaradacaqmı? Sualın cavabını millət vəkilimiz Azər Allahverənovla müzakirə eləyəcəyik. Azər müəllim, hər vaxtınız xeyir olsun, salamlayıram sizi. Hər vaxtınız xeyir, hər vaxtınız xeyir. Azər müəllim, bu qanun Rusiyada yaşayan həmvətənlərimiz üçün hər hansı problemlər yarada bilərmi? Fikrinizi öyrənmək istərdik, buyurun. Şübhəsiz ki, bu əlavə qayğılara və narahatçılığa səbəb olan bir qanundur. Məsələ bundadır ki, siz elə giriş məlumatlı bu məsələyə çox belə həssas şəkildə toxundunuz. Nəticə etibarilə əgər miqrantın əldə etdiyi vəsait, yəni onun qazancı, özü söhbət rəsmi qazancdan gedir. Əgər yaşayış minimumundan, yəni ailə üzvləri arasında bölüşdürülərək hər bir üzvünü nəzərə almaq şərti ilə o minimum həddən aşağı olarsa, bu həmin miqrantın əmək patentinin itirilməsinə və sonraki mərhələdə ölkə ərazisini tərk etməsinə gətirib çıxarda bilən bir məsələdir. Və bu çox ciddi bir məsələdir. Yəni bu ilk baxışdan bir qədər sadə görünə bilər. Hətta bunu bizi danışanda da bu praktiki elementlərini hələ nəzərə almadan bir qayda kimi qəbul edə bilərik. Amma realda nə baş verə biləcəkdir? Məsələ bundadır ki, bugün Rusiyada əmək fəaliyyəti ilə məşğul olan miqrantlar arasında, yəni Azərbaycan Respublikasından olan vətəndaşların sayı da kifayət qədərdir. Düzdür, o birinci beşliyə daxil olmasa da belə, amma ki, miqrantların sayı, yəni söhbət rəsmi əmək fəaliyyəti ilə məşğul olub, iş icazələri, patentləri əlində olan şəxslərdən gedir ki, bunların sayı təqribən 200 min civardadır. Bu, Rusiyanın aidiyyəti strukturlarının verdiyi, vaxtaşırı verdiyi rəqəmlərdir ki, bu rəqəmlər dəyişə bilir. Misal üçün, ilin fəsillərinə görə dəyişə bilər. Amma ortalama fərz ilə söhbət 200 min rəsmi şəkildə, qanuni qaydada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlılardan gedir. Yəni, burada söhbət daha çox hardan belədir, bir aktuallığı ilə bir üzə verdi. Rusiyanın aidiyyəti strukturları, sonra da Daxili İşlər Nazirliyinin Federal Miqrasiya Xidməti və bilavasitə də əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı olan strukturlar, onlar vaxtaşırı monitorinq aparırlar. Və monitorinq zamanı aşkar ediblər ki, miqrantların əldə etdiyi vəsaitin müəyyən bir qismi rəsmiləşdirilmir. Daha doğrusu rəsmiləşdirilmir, yox, bəyan edilmir. Bu ifadə daha düzgün olar. Bəyan edilmir və nəticə etibarilə müəyyən bir vəsait o dövlət strukturlarının nəzarətindən kənarda qalır. İndi bu vəsaiti üzə çıxartmaq üçün hansı bir mexanizm işə salmaq lazımdır? O mexanizm ki, hansı ki, nəticə etibarilə miqrantlar məcburiyyət qarşısına qalıb, deyək, başqa kanallardan əldə etdiyi vəsaiti və ya o müəyyən o deklarasiya etmədiyi, yəni bəyan etmədiyi vəsaiti də üzə çıxartmaqla qazanacağı vəsaitin ailə üzvləri arasında bölüşdürülərkən o minimum ehtiyac zəmbinə uyğunluğunu göstərmək üçün bəyan etmək məcburiyyətində qalırlar. Bax, məhz bu mexanizm əsasında belə bir qanun layihəsini irəli sürdülər zamanında Dövlət Dumasında və bugün də artıq bu qanun layihəsi artıq qüvvəyə minmək üzrədir. Çünki səhv etmirəmsə, ölkə başçısı Vladimir Putin artıq bu qanunu imzaladı və biz görürük ki, bir tərəfdən dövlət strukturları həmin o müəyyən maliyyələr ki var idi, hansı ki, onların nəzarətindən kənarda qalırlar, onu da artıq öz nəzarətinə götürmüş olurlar. Çünki miqrant məcbur olur ki, öz gəlirlərini göstərmiş olsun. Bu məsələnin bir tərəfi, amma digər tərəfdən də çox ciddi məsələ miqrantların bilavasitə özləri ilə bağlı və ya miqrantların ailələrində olan
və ya əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərlə də bağlıdır. Çünki orada deməli yanaşma nədən ibarətdir? Əgər 18 yaşa çatırsa miqrantın ailəsində olan hansısa bir şəxs, o da gedib əmək patenti əldə etməlidir, əmək fəaliyyəti ilə məşğul olmalıdır. Bu nə deməkdir? O deməkdir ki, artıq dövlət çox belə bu məsələdə sırf öz maraqlarına çıxış edərək və ölkə arasında olan miqrantları özləri üçün fayda gətirə biləcək bir kateqoriya kimi müəyyən olması səbəb ola biləcək bir mexanizm işə salırlar. Misal üçün, siz hansısa bir xarici ölkədə yaşayırsınızsa və orada yaşamaq icazəniz varsa, heç kəs sizdən tələb edə bilməz ki, 18 yaşına tamam olmuş evdə, həmin ailədə uşaq, gənc varsa, geçsin əmək fəaliyyəti ilə məşğul olsun. Amma burada bunu eləyirlər ki, o səbəbdən ki, bir tərəfdən də həm də o şəxs iqtisadiyyata fayda verə biləcək şəxs olsun, vergi ödəmələri və digər məsələlər və bu da nəticə etibarilə aliyə daxil olacaq vəsaitin akkumulyasiya olunmuş şəkildə, yəni həcminin artırılmasına gətirib çıxarda bilər. Bu çox bir həssas bir məqamdır, amma bu gərginliyə və narahatçılığa səbəb olur. Çox sağ olun, Azər müəllim, aydınlıq gətirdiniz. Bəs sualı konkretləşdirək zəhmət olmasa, vaxtımız o qədər də çox deyil. Bizim həmvətənlərimiz üçün bu qanunun qüvvədə olması nə kimi problemlər yarada bilər? Elə problemlər oradan qaynaqlanır da. Məsələ bundadır ki, hamı deyək, əldə etdiyi vəsaiti əgər bəyan etdikdən sonra da belə onların ailə üzvlərinin arasında bölüşdürüldə minimum ehtiyaca uyğun olmadığı təqdirdə onlar iş yerlərini itirmək təhlükəsində üzrə qalırlar və nəticə etibarilə də Rusiya Federasiyasının ərazisini tərk etmək və bu olmasın deyə bizim vətəndaşlar nə etmək məcburiyyətindədir? Əgər ailənin içində əmək qabiliyyətli olan şəxs varsa və o əmək fəaliyyəti ilə məşğul olmursa, onlar artıq məcbur olacaqlar ki, keçsinə əmək patenti əldə eləsinlər, iş yeri tapsınlar, əmək müqaviləsi bağlayıb əmək fəaliyyəti ilə məşğul olsunlar. Yəni, nəticə etibarilə bax, belə bir çətin bir vəziyyətə düşə bilərlər. İndi hamı buna hazırdırmı? Yox, təbii ki. Ona görə deyirik. Azər müəllim, Rusiyada hər birimizə bəllidir ki, bugün ciddi demoqrafik problemlər yaşanır, eləcə də əmək ehtiyatları da kifayət qədər məhduddur. İşçi qüvvəsinə də ehtiyac var. Bəs belə olan halda, sizcə miqrantlarla bağlı qaydalar niyə hər gün daha da sərtləşdirilir? Baxın, elə sizin sualınızda sizin cavabınız da var. Yəni, işçi qüvvəsinə ehtiyac var. O işçi qüvvəsinə ehtiyacı doldurmaqdan ötürü hökumət əlavə mexanizmlər fikirləşir ki, miqrantın ailəsində əmək qabiliyyətli olan şəxslər əmək bazarından kənarda qalmasınlar. Geçsinlər, əmək patenti əldə eləsinlər və əmək fəaliyyəti ilə məşğul olsunlar. Nəticə etibarilə həmin şəxs Rusiya iqtisadiyyatı üçün fayda verə biləcək bir kateqoriyaya çevrilmiş olsun. Elə bax, buradan qaynaqlanır. Yəni, faktiki olaraq bu məsələ. Amma istənilən halda sizdən tamamilə razıyam ki, kəskin demoqrafik bir böhran yaşayan bir ölkədə əmək bazarında müəyyən gərginlik olduğu halda biz miqrasiya qanunvericiliyində digər qaydaların tətbiq olunduğunu görürük. Bax, bu digər qaydalar istər-istəməz digər narahatçılıqlara və gərginliklərə səbəb olur. Amma söhbət bu qanun layihəsindən gedirsə, bu nəticə etibarilə həm də əmək bazarında olan o vakant yerlərin miqrant ailələrindən olan şəxslər tərəfindən tutulması üçün də əlavə bir imkanı yaradılmasına gətirib çıxarır. Sanki miqrantları məcbur edir ki, onlar əmək bazarında, yəni söhbət işləməyən miqrantlardan gedir, həm də onlar geçsinlər, iş yeri tapsınlar. İşləyənlər isə əldə etdikləri vəsaiti rəsmiləşdirməklə nəticə etibarilə onun bir növ legal şəkildə göstərmiş olsunlar ki, bu da əlavə aidiyyəti qurumlar tərəfindən nəzarətin tətbiq olunması, rüsumların tətbiq edilməsi və digər məsələlər baxımından da olduqca önəmlidir. Və yeri gəlmişkən, məsəl üçün siz bilirsiniz də, Azərbaycanla Rusiya arasında o pul köçürmələrində də kəskin azalmalar var idi. Hətta son məlumata görə orada rəqəm belə faktiki olaraq pul köçürmələri banklar vasitəsilə dayandırdılar, məlum sanksiyalar səbəbindən. Bu da artıq qeyri-legal yollarla pul axınına gətirib çıxarda bilər ki, dövlət bunun qarşısını almaq üçün həm də əlavə mexanizmlər fikirləşir ki, bax, bu söhbət elədiyimiz qanunda elə bu əlavə mexanizm kimi də dəyərləndirilə bilər. Azər müəllim, çox təşəkkür edirəm mövzuya. Ətraflı fikirlərinizi bildirdiniz. Şərhiniz üçün minnətdarlığımı bildirirəm. Dəyərli tamaşaçılarımız, Rusiyada qüvvəyə minən qanunun həmvətənlərimizə nə dərəcədə təsir edəcəyi barədə ətraflı məlumatı birbaşa bağlantı vasitəsilə millət vəkili Azər Allahverənovla müzakirə etdik.